Maraqlıdır, şəxsi həyatınızla bağlı, özünüzlə bağlı arzunuzda 2026-cı Mənim şəxsi həyatım ümumən belə futbolla bağlıdır, belə baxsaq. Ümumən dediyin 3 arzu, mənim ümumiyyətcə arzum həmişə olub ki, futbolda, belə deyək, sizlərin inamını itirməmək, azarkeşlərimizin inamını itirməmək, bu şərt deyil çempionlar, şərt deyil kubok alaq və yaxud Çempionlar Liqasının qrupuna düşək. Sadəcə inam həmişə qalsın mənə qarşı, güvən həmişə qalsın. Bu mənim üçün həmişə çox böyük amil olub. O ki, qaldı şəxsi həyatda. Əlbəttə ki, bu biraz mən bu barədə danışmağı belə çox da xoşlamıram. O başqa bir, belə deyək, yerdir, başqa bir aləmdir. Ona görə hər yerdə istəyirəm ki, güvənim itməsin.